Salam dostlar, Ausbildung Yaşam kanalına hoş gəlmisiniz. Bugün Almanya'da olan milliyyətçilik, yəni irqçiliklə bağlı biraz danışacağıq. Artıq 5 ili Almanya'da tamamlayıram demək olar ki və bu il ərzində həm öz gördüyüm, həm də ki ətrafımdakı insanların gördüyü problemlər haqqında biraz danışmaq istəyirəm. Bu mövzu ilə bağlı indiyə qədər heç video paylaşmamışdım. Negativ mövzularda çox videolar paylaşmağı sevmirəm, amma yenə də bunları da paylaşmaq lazımdır ki, hamının xəbəri olsun, hamının məlumatı olsun qabaqcadan hər şeydən. Həm də sizlərdən bu mövzuda bu 5 il ərzində çox sual aldığım üçün ona görə qərarı aldım ki, bugün bu mövzuda biraz danışaq. Amma videoya keçməmişdən əvvəl onu demək istəyirəm ki, kanalı izləyənlərin 60-70% demək olar ki, nə kanala abunə olmur, nə videonu bəyənmir, nə də ki, komment yazmırlar. Mən bu videolar üçün həqiqətən də çox vaxt sərf edirəm. Həm bu videonun hazırlanması olsun, həm video çəkimi olsun, həm edit qismi olsun, daha sonrasında paylaşım qismində də çox əmək verirəm və bildiyiniz kimi, yəni onsuz da Azərbaycandakı YouTube-dan pul qazanmaq demək olar ki, mümkünsüz kimi bir şeydir ki, mən də YouTube gəlirlərindən heç bir şey qazanmıram, amma ən azından bu videoların daha çox insana çatmasını istəyirəm. Ən azından bunun üçün əmək verirəm. Buna görə də ən azından videonu bəyənib, kanala abunə olub və komment yazsanız mənim üçün böyük bir dəstək olar. Elədirsə çox uzatmadan keçək videoya. İlk olarak başta onu demək istəyirəm ki, yəni burada Almanya'ya gələndə heç kəs sizə qayıdıb demir ki, qayıd ölkənə, burada səni istəmirik, siz beləsiniz, siz eləsiniz. Yəni bu cür şeylər demək olar ki, olmur. Varsa da mənim qarşıma çıxmayıb. Yəni mənə deyən olmayıb bu cür şeyi. Ola bilər ki, indi çox ekstrem insanlar ola bilər, ekstrem sağçılar ola bilər bunu deyən. Amma yəni bu cür şeylər heç görməmişəm və hətta 2-ci Dünya müharibəsindən sonra bu mövzu çox həssas bir mövzu olduğu üçün Almanya'da illərlə bu mövzu daha da danışılması və s. biraz çox həssas mövzu olub. Ona görə bu cür şeylər Almanya'da çox olmur. Demək olar ki, olmur. Amma bu demək deyil ki, Almanya'da yəni irqçilik yoxdur, irqçilik eləmirlər. İnsanlar bunu birbaşa sənə deyə bilməsə də, burada passiv irqçilik dediyimiz şey çıxır ortaya. Yəni passiv irqçilik dediyimdə nəyi nəzərdə tuturam? Əslində bugünkü mövzumuzun əsas hissəsi elə budur. Yəni siz buraya gələndə birbaşa sizə qayıd ölkənə get demirlər, amma başqa cür şeylərlə sizi burada istəmədiklərini əslində psixolojik olaraq sizə hiss elətdirirlər. Elə bundan nümunə olaraq oradan başlaya bilərik ki, iş tapmaq mövzusu Almanya'ya gəlmək istəyən hər bir Azərbaycanlı təbii ki, burada iş axtarır ilk öncə. İş yerlərində yəni heç kəsə qarşı burada ədalətli bir bölünmə yoxdur. Çox az şirkətlərdə əslində belə ədalətli bölünmə ya olar, ya olmaz. Burada əslində ədalətli bölünmə deyəndə nəyi nəzərdə tuturam? Bəlkə də düzgün ifadə eləmirəm, amma bir növ belə deyim, müraciət edirsiniz, iş yerinə müraciət edirsiniz. Sadəcə olaraq adınız və soyadınız fərqli bir şey olduğu üçün, ad və soyad olduğu üçün, fərqli dediyimdə nəyi nəzərdə tuturam? Yəni bir Alman adı, soyadı olmadığı üçün sizə birbaşa rədd cavab verirlər. Yəni burada həmin insan bəlkə də fikirləşmir ki, bu insanın adı misal üçün Bəhlul Vəliyevdir, buna mən rədd cavab verim, amma bir növ psixolojik olaraq yəni bu cür fikirləşib rədd verən bir çox insan var. Bu arada bu sadəcə iş axtarmaqda deyil, misal üçün ev axtararkən də bundan qarşılaşa bilirsiniz. Misal üçün ad soyadınız bir Alman ad soyadı deyilsə, sizə ümumiyyətlə geri dönüş etmirlər bəzən və yaxud da ki, Alman olmadığınız üçün sizə ev vermək istəmirlər. Təbii ki, bunu qanunla eləyə bilməzlər əslində. Misal üçün mən Almanya'ya yeni gəldiyim zamanlar belə bu cür şeylərlə qarşılaşırdım arada. Misal üçün bir evə müraciət edirsiniz, ən azından bir görüş götürmək istəyirsiniz, gedib evə baxmaq üçün sizə meylinizə geri dönüş eləyirlər ki, sizin Alman pasportunuz olmadığı üçün biz sizə termin verə bilmərik. Yəni bu evi belə vermək deyil də, yəni sadəcə olaraq termin verməkdə evə baxacağam. Yəni bu insan mənim ad soyadıma görə, vətəndaşlığıma görə birbaşa mənə heç evinə belə alıb evi göstərmək belə istəmir. Yəni təbii ki, bunu eləyə bilməzlər. Bunu o vaxtlar bilmirdim. Almanya'ya təzə gəldiyim vaxtlar idi. İndi eləsələr gedib məhkəməyə verərəm, şikayət eləyərəm. Çünki Almanya'da bu qanunla qorunur. Heç kəsə bu cür reaksiya verə bilməzsiniz. Heç kəsə bunu deyə bilməzsiniz ki, sənin milliyyətinə görə və yaxud ki, Alman olmadığına görə sənə mən evi vermək istəmirəm və yaxud ki, ev termini vermək istəmirəm. Sevə-sevə verəcəksən, yəni bunu. Qanun ən azından bunu deyir. Təbii ki, biraz qanunlarda məlumat olan insan bunu bu cür eləmir. Nəsə başqa bir cavab yazır və deyir ki, təəssüf ki, yerim yoxdur və yaxud da ki, evi artıq başqasına vermişəm və s. Amma bunu eləyən insanlar da olur. Bu cür insanlara da reaksiya verə bilmirik, çünki qanunları bilmirik. Almanya'ya yeni gəldiyimizdə bu qanunla qorunan bir şeydir. Əgər belə bir şey sizin başınıza gəlirsə, bunu bir vəkillə danışıb məhkəməyə verə bilərsiniz. Çünki heç kəsin bunu eləməyə haqqı yoxdur. Müraciətlər məsələsində də bir şey gəldi aklıma. İş müraciətləri eləyəndə, məsəl üçün mən bu yaxınlarda da iş müraciətləri eləyirdim. Ausbildungu bitirənə yaxın və başqa da tanıdığım insanlar var idi. Onlar da iş axtarırdılar və yaxud da ki, xarici tələbələr var idi və onlarla da danışmışam bu mövzuda. Hamısında aşağı yuxarı eyni təcrübələr olub məndən. Mən də iş axtarırdım və bir çox yerdən rədd cavabı gəlirdi və yaxud da ki, meylimə cavab
belə vermirdilər, ya avtomatik rədd cavabı verirdilər. İndi düzdür, yəni iş müraciətlərində onsuz da ola bilər ki, bəzi şirkətlər yalançı iş elanları qoyurlar. Yəni o iş yerinə əslində insan götürmürlər. Bu cür şeylər də olur, amma mənim qarşılaşdığım belə şeylər də var ki, mənim müraciət elədiyim yerə mənə ümumiyyətcə geri bir dönüş eləmirlər. Mənə birbaşa rədd cavabı verirlər. Mən heç intervyu eləmədən, amma başqa bir alman heç müraciət belə eləmədən sadəcə olaraq zəng edib danışmaqla, ad soyadı alman olduğu üçün intervyu alır və gedir intervyudan keçir. O insan məndən də biliyi azdır. O insanın soft skilllər, hard skilllər də məndən daha aşağıdır, amma sadəcə olaraq bir alman olduğu üçün o insan o işə intervyu alır, qəbul alır. Sən adın, soyadın fərqli olduğu üçün, başqa bir ölkədən gəlmiş olduğu üçün sənə ümumiyyətcə geri dönüş belə eləmirlər. Yəni bu da əslində mənim görüşümə görə, yəni bu əslində pasiv irqçilik sayılır. Yəni birbaşa üzvə deməsələr də sənə ümumiyyətcə heç bir görüş vermirlər, intervyu eləmirlər. Yəni bu əslində açıq-açıq irqçilikdir. Əziyyət çəkirəm, 200-300 yerə, 500 yerə müraciət edirəm. Bunun ikisi üçü mənə düzgün bir geri dönüş eləyir. Onlarla mən intervyu eləməyə çalışıram, amma digər bir alman heç bir əmək vermədən sadəcə olaraq bir zənglə zəng eləyir, danışır, intervyuya dəvət edirlər və daha sonrasında gedir o işdə işləyir və məndən də daha yaxşı maaş təklif edirlər həmin insana. Yəni bu cür şeylər olur. İstədim ki, bu iş müraciət məsələsində bunu qeyd edeyim. Buna əlavə olaraq Ausbildung mövzusunda da belə bir şey var. Bir çox insan mənə deyir ki, niyə Ausbildunga qəbul eləmirlər? Mən bu qədər yerə müraciət edirəm, bütün şərtlər yaxşıdır, CV-mi bir neçə dəfə dəyişdirmişəm, amma yenə də yəni mənə heç bir şəkildə geri dönüş eləmirlər. Pozitiv cavab ala bilmirəm. Yəni burada dostlar belə bir şey var ki, bəzi şirkətlər birbaşa adınızı, soyadınızı görən kimi onsuz da sizə CV-nin geri qalanına baxmır, belə deyim. Bəziləri ad soyadda bir problem yaşamır. Sonra baxır ki, okey, başqa bir ölkədə yaşayır. O da buna girişmək istəmir. Daha sonrasında da misal üçün ad soyad və s. heç nəyə ilişməsə belə daha sonra CV-ninizdə də olan bəzi şeylərə görə sizi qəbul eləməyə bilərlər. Onlara uyğun olmaya bilərsiniz. Amma burada bir çox vaxt burada psixologiyada altda yatan mövzu var ki, yəni siz xarici olduğunuz üçün sizə geri dönüş eləmirlər. Bəziləri maillərdə yazırlar, mən görürəm. Yazırlar ki, Almaniyada yaşamadığınız üçün sizi qəbul eləyə bilmirik. Və yaxud da ki, bəzən gülməli səbəblər yazırlar. Misal üçün yazırlar ki, Ausbildung eləmək üçün minimum C1 sertifikatına ehtiyac var. Bu olmadan Ausbildunga qəbul eləmirlər Almaniyada. Yəni bu cür maillər zətlərdə görürəm bəzən. Yəni bunlar əslində gülməli gəlir, çünki belə bir şey yoxdur. Başqa bir şirkət qəbul eləyir, sən qəbul eləmirsən. Yəni bu sənin özünün işə götürməmək üçün bir tələbindir və yaxud da ki, bu sənin şəxsi təcrübəndir, amma bunu bütün Almaniya üçün ümumiləşdirib deyə bilməzsən. Yəni bunu eləyirlər şirkətlər. Siz bu şeyləri bilmədiyiniz üçün bundan istifadə eləyirlər. Rədd cavab vermək üçün bir səbəb göstərirlər. Bunu açıq-açıq deyə bilmirlər ki, sən xaricisən, biz səni götürmək istəmirik, xariciləri çox şey götürmürük və s. bunu deyə bilmirlər. Başqa səbəblər tapırlar və o səbəbləri deyirlər. Bu irqçiliklə bağlı bir də mənə biraz gülməli gələn şey var. Bu 5 il ərzində yəni açığı çox qəribə gələn bir şeydir. Əslində çox yaxşı bir şey eləyirlər. İnsanlara bərabərliyin, insan hüquqlarının bərabərliyinin, başqa millətlərlə heç kəsin fərqinin olmadığını, bir yerdə yaşamalı olduğumuz və heç bir insan heç birindən üstün olmadığı və s. təlimlər verilir, reklamlar olur. Yəni bu cür şeyləri bu 5 il ərzində Almaniyada dəhşət çox görürəm. Mənim işlədiyim yerdə də bu cür təlimlər verilir. Hətta Diversity Day var, 19 may. O gündə həddən çox xarici insanlar öz kültürlərini və s. şirkətlərdə göstərirlər, insanlara prezentasiya edirlər, göstərməyə çalışırlar. Amma bir dəqiqə buradan keçim bir. Amma gəl ki, bunun bu qədər təlim verirlər, biz bərabərik, biz hamımız bir yerdə işləməliyik və s. deyən şirkət daha sonra gəlir adıva soyadıva görə səni ümumiyyətcə işə götürmür. Yəni bu cür şeylər olur. Yəni bu mənə çox gülməli gələn şeylərdən biri də açıq Almaniyada. Bir çox şirkət eləyir bu arada və yaxud da ki, misal üçün hətta belə bir qarşılaşdığım bir şey var idi ki, Azərbaycan diplomumu tanıtdırmışam. Bu diplom Almaniyada tanınır, Almaniyanın rəsmi sənədi var əlimdə və şirkət mənə deyir ki, yox, biz ancaq Alman diplomunla götürürük. Bunun səbəbi nədir? Yəni mən burada işləmişəm, təcrübəm var, biliyim var. Sənin işə götürəcəyin bir çox insandan daha da bilikliyəm, özümə də güvənirəm bu mövzularda. Yəni məni işə götürməməyin səbəbi nədir? Yəni diplom onsuz da ki, çox vacib bir şey deyil, amma yenə də səndən xətrinə bunu gedib təsdiq elətdirmişəm ki, Almaniyada tanıtdırmışam, gəlmişəm bununla müraciət edirəm. Yəni demirəm, indi xarici Azərbaycan diplomu ilə götürürlər təbii ki. Məni qəbul edən şirkətlər də var, amma buna görə rədd cavabı da verən var ki, biz bu diplomla qəbul eləmirik, təəssüf ki, Alman diplomu olmalıdır və s. Bunu deyən şirkətlər də var.
var. Təbii ki, bu indi bölgədən bölgəyə dəyişir. Bəzi şirkətlərin bununla bağlı təcrübəsi olmadığı üçün də bu cür şeylər deyilə bilir. Amma yəni bu cür şeylərlə də qarşılaşa bilirsiniz. Yəni açığı Alman diplomu qəbul edirik demək, bunun özü də əslində bir elçilikdir. Yəni sənin aldığın təhsilə, sənin ölkənin, millətinin verdiyi təhsilə, professorun sənə öyrətdiyi şeyə heç birinə güvənmir. Və yaxud da ki, sənin işlədiyin işə heç nəyə güvənmir və özünü, öz təhsilini səninkindən üstün sayır. Hətta buradakı bir çox yaxşı təhsil almasan da, qiymətlərin pis belə olsa, bərbad bir şəkildə zorla bitirmiş belə olsan, səni digər insandan üstün sayır. Danışanda deyir ki, yox, mən heç vaxt belə milliyyətçilik eləmərəm, hamımız bərabərik, birik, amma iş bu cür şeylərə gələndə mövzu tamamilə dəyişir və başlayır eləmək. Yox, biz təəssüf ki, bundan götürə bilmirik, Alman diplomu olsa daha yaxşı olar və s. və ilə axır. Bir də bu təlim və s. mövzularında belə bir şey var ki, bunların təlimlərinin çoxunda da hətta əsas mesajlardan biri də odur ki, bir insana hardan gəldiyini soruşmaq, düz bir şəkildə üzünə baxıb hardan gəldiyini soruşmaq etik sayılmır və bunu bütün Almanlar da bilir. Və bunu özləri də deyirlər ki, bunu demək doğru deyil və yaxud da təlimlərdə deyirlər və s. Amma aksentindən dolayı bəzən durduq yerə üzvə baxıb sənin hardan gəldiyini soruşur. Çox absurd bir şeydir. Yəni özləri, baxın, bir nəfər özü mənə deyir ki, bunu soruşmaq etik deyil, amma söhbəti fırlayır, hərləyir, elə eləyir ki, mövzu ora gəlsin və sənin haralı olduğunu soruşmaq istəyir. Haralı olduğunu öyrənmək istəyir ki, sən görəsən hardansan ki, bu cür danışırsan. Bir insanı narahat eləyən bir şeydir. Təbii ki, siz danışırsınız və danışdığınız yerdə mövzudan kənar sizə qayıdıb deyir ki, hardan gəlirsən, sənin aksentin niyə belədir və yaxud da ki, aksentini bəyənmədiyi üçün maraqlana bilər və s. Bir insanın beynində çox şey ola bilər. Mən bunu bilmirəm, amma bu cür şeylərlə Almaniyada çox qarşılaşılır və bu videonu izləyənlərin içində Almaniyada yaşayan başqa insanlar da varsa, onlar da bəlkə də mənə haqq verər. Bəlkə onların da qarşısına çıxıb bu cür şey. Bir də bu aksent məsələsində belə bir şey var ki, aksentini güya ki, bəzi insanlar başa düşmür. Sözü düzgün ifadə edirsən, qrammatikanı düzgün qurubsan, hər şey düzgün istifadə edirsən, amma güya ki, sən bir sözü dediyin üçün başa düşmür, güya ki. Özünü fərqli aparır və deyir ki, başa düşmürəm, nə deyirsən, başa düşmədim, təkrarlaya bilərsən. Güya ki, burada məni başa düşmür. Qarşındakı insan C1 səviyyəsində Alman dilində danışır, çox yaxşı bir şəkildə özünü ifadə edə bilir. Sən həyatında heç ikinci dil öyrənməyibsən, bir dənə Alman dili öyrənibsən və bunun international bir dil olduğunu düşünürsən. Başını heç vaxt olduğun kənddən çölə çıxartmamısan, amma gəlib qarşındakı insana deyirsən ki, mən səni başa düşmürəm. Başa düşmək istəyən bu arada başa düşə bilir. Bizim ölkəmizdə gəlib hər hansısa bir insan bir sözü biraz səhv deyəndə güya biz başa düşmürük. Hamı başa düşür. İstənilən dil olsun. Gedin biraz aksentlə danışın. Yəni çox bərbad danışmadığınız şəkildə, yəni hər bir dilin öz qanunu var. O çərçivədə düzgün istifadə eləmək qaydası var da, belə deyim. Və almanlar da bunları heç düzəməlli istifadə edə bilmirlər və qarşındakı insanın özü də onsuz da olduğu bölgəyə görə aksentlə danışır. Öz dili də təmiz deyil. Yəni Alman dilini də təmiz danışa bilmir. Amma sənə deyir ki, mən səni başa düşmürəm. Yəni bu əslində həmin insan sən başa düşmək istəmədiyi üçün başa düşmür. Yəni sənin Alman dilin pis olduğu üçün və yaxud da ki, aksentin bərbad olduğu üçün, Alman dilini danışamadığın üçün yox. Sən özünü çox gözəl ifadə edirsən, amma o insan səni başa düşmək istəmir. Sadəcə olaraq bu belədir. Yəni bir şeyi əllə belə işarət göstərib, yəni başa sala biləcəyin bir şeyi düzgün bir şəkildə qrammatika ilə sözləri düzgün istifadə edərək izah edirsən və deyir ki, mən səni başa düşmürəm. 5 dəfə səni təkrarladır. Bu da passivlikçiliyin içərisində olan bir şeydir mənə görə və həddən çox narahat olduğum bir şeydir. Yəni bir insan mənə bunu eləyəndə çox narahat oluram açığı. Yəni narahat oluram dedim, biraz qıcıq oluram qarşımdakı insana. Əvvəllər daha çox qıcıq olurdum, belə deyim. Məni narahat edirdi, amma indi sözümü də deyirəm, başa düşməyəndə lağa da qoyuram. Yəni mənə qarşı bir şey olanda mən də ona qarşılıq verirəm ən azından və yaxud da ki, başa düşmürsənsə, yəni bu sənin problemindir və s. kimi, yəni bir şəkildə bu şeyləri, belə deyim, uzaqlaşdırmağa və ətrafımdakı insanlara başa salmağa çalışıram ki, 4-cü dildə artıq bu danışıram, 4 fərqli dildə danışıram, bu formada danışıram. Sən hələ öz ana dilində, sənin qarşında sənin dili öyrənib danışan bir insanı başa düşməmək üçün çabalayırsan. Bunu başa salandan sonra biraz bəlkə də düzəlirlər və yaxud da ki, o insan ümumiyyətlə ikinci dəfə kontakt qurmamağa çalışırsan. Mənə qəribə gələn başqa şeylərdən birini də deyim. Bəzən belə bir şey olur ki, bir şeyi Alman eləyəndə o şey çox yaxşı bir şeymiş kimi və yaxud da ki, çox normal bir şeymiş kimi görünür Almanların gözünə. Amma eyni hərəkəti, eyni qaydada, eyni səs tonuyla bir xarici eləyəndə olur tərbiyəsiz və yaxud da ki, mədəniyyətsiz və yaxud da ki, dırnaq içində deyil, Ausländer. Yəni güya ki, sən xaricdən gəlibsən, ona görə sən bunları bilmirsən, tərbiyəsiz deyilsən, bu cür şey eləmək olmaz. Buna bir nümunə olaraq belə bir şey deyim. Bir nəfər misal üçün küçədə gedərkən yüksək səslə uşağı çağırsın, misal üçün uşağın eşitməyi üçün. Bir Alman bunu eləyəndə heç bir problem yoxdur. Çünki bu çox normaldır. Uşaq eşitmir və uşağa səslənmək lazımdır. Amma bir xarici ana dilində bir uşağı səsləyərsə, bu səs tonu ilə olur mədəniyyətsiz və yaxud da tərbiyəsiz. Demirəm bu burada səhv başa düşülməsin. Bu sadəcə olaraq bir nümunədir və hər kəsə aid
eləyə biləcəyimiz bir şey değil ama bu tür şeyler çok olur. Yani bir Almanın elədiyi şeyi siz eləyəndə bunlara batabilir bu şey. Bu da insanı aslında çok narahat eləyən şeylerden biridir. Bəzən bəzi yerlərdə insanlar görürəm ki, həddən artıq narahat bir şekilde hərəkət edir, narahat bir şekilde gəzir, özünü kiməsə fərqli göstərməyə çalışır, düzgün həyat yaşaya bilmir. Yani bu da çok aslında pis bir şeydir bu tür şeyi yaşamaq, bu tür şeyi hiss eləmək. Və buna başqa bir nümunə vermək lazım olsa belə bir şey də deyə bilərik ki, sən başqa bir kültürdən gəlibsən ki, bu çox normal bir şeydir. Hər ölkənin, hər millətin özünün bir kültürü var, mədəniyyəti var, özünə məxsus belə deyim adətləri var və hər kəs öz adətlərini yaşayır da. Yəni misal üçün belə deyim, hinduların öz kültürləri var, mədəniyyətləri var, öz adətləri var, Azərbaycanlıların özünə aid var, farsların özünə aid var, rusların özünə aid. Yəni hər kəs də öz kültürünü, mədəniyyətini öz içində yaşadır və bayramlarında və sair bunları qeyd edir. Burada bəzi insanlar var ki, sizin elədiyiniz hərəkətlərə o qədər qəribə baxır ki, bəzən insan özündən şübhə eləyir ki, doğrudan da mən bunu düzgün edirəm. Bu elədiyim şey həqiqətən qəribədir, amma deyil əslində. Yəni sizin elədiyiniz şey başqa insanların da elədiyi şeydir. Bu insan sadəcə olaraq bir şey görmədiyi üçün və çox düzgün düşüncəli bir insan olmadığı üçün sizə qarşı bunu edir. Empati bacarığı olmadığı üçün empati eləyib sizin elədiyiniz hərəkəti və yaxud da ki, sizin düşündüyünüz şeyi normal qarşılaya bilmir. Ki sizin elədiyiniz şey çox normal olsa da, bütün dünyada normal qarşılansa da bu insan bunu qarşılaya bilmir. Əslində bunun bir çox insanda da bunun səbəbi başa düşməmək üçün çabalamağının səbəbi də ya bunun altında bizim xarici olmağımız yatır. Demirəm ki, bu arada bunu hamı eləyir və yaxud da ki, ola bilər ki, bəzi insan başa düşməz və bunun altında ekçilik olmasın, sadəcə olaraq başa düşmür, daha sonra maraqlanır, onun da xoşuna gəlir və yaxud da ki, xoşuna gəlməsə də sadəcə olaraq hörmət edir. Yəni bu çox normal bir şeydir əslində, amma bunu eləyənlərin Almaniyada bu gördüyüm müddət ərzində o qədər var ki, bunların çoxu milliyyətçilik, irqçilik olur. Təbii ki, bu olduğunuz bölgəyə, əyalətə görə də dəyişir. Hamı bunu ümumiləşdirib hər kəsə aid eləmək istəmirəm. Keçək biraz fərqli mövzuya. Mənə ən çox belə deyim, narahat eləyən, çox qıcıq olduğum şeylərdən biri də odur ki, misal üçün oturursunuz, bir insanla söhbət edirsiniz, işləyirsiniz və yaxud da ki, hər hansısa bir yerdə tanış olmusunuz, söhbət edirsiniz və o insan gəlib danışığın ortasında həmin insan sizə soruşur haralı olduğunuzu və yaxud da ki, bir şəkildə sizin haralı olduğunuzu öyrənir və öyrənəndən sonra başlayır sizi qarşılaşdırmağa. Misal üçün deyir ki, bundan əvvəl bir Azərbaycanlı var idi və yaxud da ki, 2 dənə Azərbaycanlı işləyib. Misal üçün burada nümunə verirəm bu arada. Misal üçün 2 dənə Azərbaycanlı burada işləyib bundan əvvəl. Onların dilləri pis idi, bu cür şeylər, hərəkətlər edirdilər, o cür hərəkətlər edirdilər. Sən yaxşısan amma, sən dili yaxşı öyrənmisən, belə elədi. Bir növ belə deyim, bizim üzümüzə qarşı bizi tərifləyərkən elə bil ki, bizim millətimizi pisləyirlər. Bu Azərbaycanlılar üçün də ola bilər, türklər üçün də ola bilər, nə bilim, əfqanlar üçün də ola bilər, bütün millətlər üçün də ola bilər. Yəni bunu bir çox insandan eşitmişəm, bir çox fərqli millətlərdən eşitmişəm və yaxud da görmüşəm. Bir növ belə deyim, insanları qarşılaşdırmağa meyllidir bəzi insanlar və yəni insanları qarşılaşdırmaq dediyim Almanları qarşılaşdırmırlar. Təbii ki, burada sadəcə xariciləri qarşılaşdırırlar. Yəni bir insana insan olduğu üçün hörmət eləyə bilmir bəzi insanlar. Yəni burada da onu qeyd etmək istəyirəm. Yəni bu dediklərimin heç biri hər kəsə aid ola bilməz. Yəni çox yaxşı insanlar da var, çox yaxşı düşüncəli insanlar da var, yardımsevər insanlar da var. Bəzi bölgələrdə hətta bu cür insanlar daha çoxdur. Xariciləri içlərinə qatırlar, özləri kimi davranırlar və s. Yəni hər kəsə aid olan bir şey deyil. Sadəcə olaraq bugün burada irqçilikdən, pasiv irqçilikdən danışdığımız üçün ümumi olaraq pasiv irqçiliyi necə edirlər, nələr olur, onlardan danışırıq. Yəni heç bir şəkildə səhv başa düşürmək istəmirəm bu mövzuda. Nəysə, bu qarşılaşdırma mövzusu da dediyim kimi bu formada da bəzi insanlar çox meylli ola bilir. Ya da bəzi insanlar misal üçün çox başqa dindən olan insanlara çox beyinlərində olduğu xurafatlarla məlumat verirlər. Misal üçün buna kiçik bir nümunə verim. Mənim bir Alman müəllimim var idi. Hardasa bir 50 yaş, 50-55 yaşı olardı. Bu arada yəni IT dərsi verirdi. Yəni olduğum bir kursdaydı və sinifdə də belə deyim 2 dənə xarici var idi. Biri mən idim, biri də başqa bir qız var idi. Oydu. Qalan hamı Alman idi. Çoxu da ki 18, 22, 23 yaş arasındakı Almanlar. Bu bizə IT təhsili verir bu müəllim və arada dini bir mövzudan nümunə verdi. Yəni əlaqəsiz bir mövzudan nümunə verdi və İslamda olan yox əslində. Tam olaraq onun dediyi şey belə idi ki, bir növ İslamda hər kəs 4 dənə qadın alır dırnaq içində və bu onlar üçün normal bir şeydir və s. Və bunu başqa bir nümunə ilə qarşılaşdırdı və daha sonra xristianlığa gətirdi və s. Mən də ki ən qabaqda oturmuşdum, müəllimə qulaq asırdım və açığı xoşuma gəlmədi bu şey və əlimi qaldırdım və ona düzgününü izah elədim və nəyin necə olduğunu biraz şey elədim və həmin müəllim misal üçün daha sonra nümunə də verdi və daha sonra məndən soruşdu ki, hansı ölkədən gəlsən və s. Dedim ki, Azərbaycanlıyam. Hə, dedi, sizdə Kiril əlifbasıdır. Hə, çətinlik çəkirsənmi Alman klaviaturasından və s. Dedim, yox, bizdə Kiril əlifbası deyil. Kiril əlifbası bir 30-40 il əvvəl var idi. Yəni Sovetin dövründə
Kirli əlifbası var idi. Yəni elə bir şey yoxdur. Biz də latın əlifbası ilə yazırıq. Bundan istifadə edirik. Mövzusu açılmış onu da deyim. Bir çox insan elə bilir ki, misal üçün rusca danışırıq. Bizim öz ana dilimiz yoxdur və yaxud da ki, nə bilim, tamamilə dinlə idarə olunuruq və s. kimi. Yəni bu cür şeyləri düşünən insanlar var. Yəni çox qəribə gəlir, amma bu cür şeylər olanda insan gərək susmasın ki, mən də həmindən susmadım. Dinlə bağlı o cür. İstər mənim dinim olsun, istər başqasının dini olsun, bu arada fərqi yoxdur. Yəni qarşındakı insanı bir növ belə deyim, manipulyasiya edirsən bundan. Çünki sənin qabağındakı 18-19 yaşındakı bir Almandır və İslam haqqında, Hinduizm haqqında və s. din haqqında niyə görə yalan bir məlumat verməlisən və yaxud da ki, nümunəm yoxdur, sən tutub buradan nümunə verirsən, məlumatın düzgünlüyünü 100% bilmədən bunun haqqında bir şey paylaşırsan. Və təbii ki, orada onun bir növ belə deyim, çox sərt cavab verməməyə çalışdım. Nəticədə yəni müəllimimdir və sonunda mənə qiymət verəcək, amma orada həmin insanın ağzının payını verdim, düzgünlüyü izah elədim və daha sonrasında başqa bir nümunə ilə həyatına davam elədi. Çox da üstünə getmədi açığı, çox sağ ol məlumat verdiyim və s. üçün dedi və mövzunu bağladı və bir daha elə bir mövzu yəni haqqında heç nə demədi. Yəni bilmirəm, həmin ana onun ağlından nə keçirdi? Sadəcə olaraq onun üçün normal bir nümunə mi idi, yoxsa bilərək iynələmək üçünmü bu cür mövzunu açmışdı? Amma yəni bu cür şeylər də eləyirlər və səhv düşüncələri olur və bunu da heç kim burada düzəltmədiyi üçün davamlı olaraq bunu eləyirlər. Amma yəni başqa bir din haqqında danışan bir insan da gərək ilk olaraq öz inandığı dindən də biraz xəbəri olsun. Yəni heç xristianlıq haqqında da öz inandığı din haqqında da doğru düzgün bir məlumata sahib deyil. Başqa bir din haqqında fikir bildirir. Yəni bu xoş bir şey deyil. Bunu eləyən insanlar çoxdur bu arada. Yəni bilib bilmədən İslam haqqında, xristianlar haqqında, yəhudilər haqqında və s. bir çox millət haqqında yəni bilib bilmədən fikir bildirirlər. Bu da insana xoş təəssürat yaratmır. Mən çox xoşuma gəlmir din mövzularını açım, din mövzularında danışım, amma yəni bu cür şey olanda da orada həmin insanı ən azından susturmağa çalışıram ki, ya danışırsansa düzgün bir şey danış, ya normal bir mövzuya keçək onu danış, bilmədiyin bir mövzuda fikir bildirmə, ya da ki, yəni ümumiyyətlə mənim yanımda bu cür şeylərdən danışma. Bundan başqa notlarımın içində mənə çox gülməli gələn və bir insanın necə bunu düşünə biləcəyini bilmirəm, amma yəni çox gülməli gələn bir şeydir. Hətta ilk gəldiyimdə biraz qəribə də gəlirdi bu şeylər mənə. Bəzi insanlar, xaricdən gələn insanlara biraz şey kimi yanaşırlar. Sanki biz həyatımız boyunca texnologiya görməmişik, mədəniyyət görməmişik, ən mədəni insan bunlardır, biz ona görə bura gəlmişik, ən yaxşı şeylər bunlarındır, ən yaxşı dil bunlarındır, ən yaxşı, nə bilim, kültür bunlarındır. Bütün kitablar Alman dilində yazılır, yəni bu cür şeylər düşünən insanlar var. Açıq yəni ki, bunu bu arada axırıncı verdiyim nümunə mənim çox güldüyüm şeylərdən biridir. Burada bir dəfə belə bir şeylə qarşılaşdım. Deməli, bir nəfər var, Almandır, qadın, hardasa aşağı-yuxarı 40 yaşı var və kitab oxumağı sevən bir insandır, amma Almanca oxuyur hər şeyi. Yəni çox normal bir şeydir, ana dilində kitab oxuyur. Oxuduğu kitabların çoxu xarici kitablardır, sadəcə olaraq Alman dilinə tərcümə olunmuş kitabdır. Və söhbət sırasında bu insana dedi ki, yəni misal üçün bax bu sənin oxuduğun kitab İtalyan kitabıdır da. Yəni bu kitab Alman dilinə tərcümə olunub. Həmin qadın şok yaşadı bir anda. Yəni açığı bunu danışmağa dilim belə gəlmir. Yəni bu mövzu olana qədər kimsə mənə bu cür şey desəydi, açığı deyərdim ki, yəni mümkün deyil. Yəni bir insan necə bunu düşünə bilər? Elə bilir ki, bu oxuduğu kitabların hamısı Alman dilində olan bütün kitablar Alman dilində yazılıb. Heç biri tərcümə olunmayıb. Elə bilir ki, bütün kitablar Alman dilində yazılıb. Bu necə ola bilər? Sən bunu necə düşünə bilərsən? Bu arada yəni təhsilsiz bir insan da deyil. Yəni bakalavr təhsili var, illərdir çox yaxşı bir işdə işləyir, kompüter qarşısında işləyir. Yəni kağız yazıb keçmir də, yəni hər hansısa bir belə deyim, bütün hər şeydən uzaq bir işi və yaxud da ki, həyatı yoxdur. Amma necə ola bilər ki, sən bunu bilmirsən? Oxuduğun kitabın, misal üçün, nümunə deyəm ki, misal üçün, Türkiyənin məşhur yazarı Orhan Pamuk'u deyək. Deyək ki, Orhan Pamuk'un, misal üçün, bir kitabını oxuyur Almanca. Elə bilir ki, Orhan Pamuk Almanca yazır kitabları. Yəni, həddini artıq mənə çox qəribə gəlmişdi orada. Bir an şok olmuşdum. Təbii ki, yəni, bu cür insanın çox olmadığını düşünürəm və ümid edirəm ki, yəni, yoxdur bu qədər çox insan, amma yəni, bu cür insan belə görmüşlüyüm var. Bu və bunun kimi insanlar elə bilirlər ki, biz xaricdən gəlmişik, amma heç nə görməmişik həyatımız boyunca. İlk telefonu da burada görmüşük. Elə bilirlər ki, yəqin ki, biz nə bilim, ümumiləşdirib demək istəyirəm açıq bunu. Yəni sadəcə Azərbaycan üçün yox, bütün Almaniya xaricindəki bütün ölkələr, Qafqaz, Asiya ölkələri hamısı elə bilirlər ki, bu qəbilələr kimi helikopterə zadan oxsadatan insanlardır. Yəni elə fikirləşirlər yəqin ki, yəni açığı yəni mənə çox gülməli gələn və bir o qədər də insana yəni xoş təsir bağışlamayan bir şeydir. Elə bilirlər ki, hər şey Almaniyada var. İlk hər şeyi, kültürü, mədəniyyəti, evi Almaniyada görmüsən. İlk düzgün yeməyi Almaniyada yemisən. Hər şeyin yaxşısı Almaniyada hazırlanır. Misal üçün pizza İtalyanlarındır, amma ən yaxşı pizza Almaniyadadır. Dönər misal üçün türklərindir, amma Almaniyadakı dönər
daha yaxşıdır. Ən düzgünü Almaniyadakıdır. Və yaxud da ki, nə bilim, yəni bu cür şeylər çox olur. Hətta yəni belə bir başqa bir nümunə verəcəm öz üzərimdən. Almaniyaya ilk dəfə gəldiyimdə McDonald's-a gəlmişdim və mən müraciət edəndə mənim CV-imdə qeyd olunmuşdu. İş təcrübəm, IT iş təcrübəm, IT təhsilim və s. Və bu şəkildə məndən intervyu elədilər, məni qəbul elədilər, Almaniyaya gəldim və s. və Almaniyaya gələndə gəlmişəm artıq bir neçə ayda işləyirəm və orada McDrive-ə keçməliyəm. Orada McDrive-də həm kassanız olur, həm də ki sifarişləri naşıqdan alırsınız və kassaya vurursunuz. Şiftim yeni başlayır, yəni iş saatim yeni başlayır və keçdim ofisə. Ofisdə kompüterin qarşısındayım və orada başqa bir işçi mənə bir şey dedi və dedim açım ona kompüterdə baxım. Yəni əlimi belə vurmadan restoran lighter oradan mənə qışqırdı ki, əlini vurma xarab eləyərsən. Elə bil ki 10 yaşındakı uşağa bu 20-30 il əvvəl deyirdilər, əlini vurma xarab eləyərsən. Yeni bir şey çıxanda əlini vurma xarab eləyərsən, balaca uşağa deyirdilər. Yəni mən sənin yaşıdlarına Azərbaycanda 10 il əvvəl, 15 il əvvəl mən kompüter işlətməyi öyrədirdim, proqram yazıb silməyi göstərirdim. Yəni mənə gəlib deyir ki, əlini vurma xarab eləyərsən kompüteri. Təbii ki, o an mən heç nə deməmişdim. Bir neçə ayda Almaniyadaydım və sadəcə olaraq güldüm və çox gülməli gəlmişdi o an mənə. Güldüm və keçdim, heç nə demədim. Amma bu çox qəribə bir şeydir açıq. Yəni bir insana bu cür hərəkət olunmağı elə bilir ki, yəni mən Azərbaycanda həyatım boyunca kompüterim olmayıb. Kompüter mühəndisliyi oxumuşam. Almaniyaya gələndə 7-8 il təcrübəm var idi mənim. Amma bu insan mənə deyir ki, əlini vurmaq xarab eləyərsən. Yəni sadəcə olaraq indi ağlıma bu gəldi, bu nümunə gəldi. Bu cür şeyi çox görmüşəm. Elə davranırlar ki, sanki sən ilk kompüterdə burada görürsən, ilk hər şeydə burada öyrənibsən. Nədir, sən dili çox yaxşı, super bilmirsən deyə sənə bu cür münasibət göstərirlər. Amma yəni bu da passiv irqçilikliyin içərisində olan bir şeydir mənə görə. Keçək tamamilə başqa bir şeyə. Misal üçün iş yerində işləyirsiniz və bu işi siz edirsiniz. Yəni bu iş üçün siz işə alıblar, işləyirsiniz və alman diliniz də yəni yaxşıdır. Okeydir. Və yaxud da ki, çox yaxşı alman dedi. Fərqi yoxdur əslində dil biliyinizin bəzi hallarda necə olmağından qarşınızdakı insana görə bu dəyişir. Misal üçün siz bir iş görübsünüz, başqa bir insana bunu izah etməlisiniz. Bu problemin necə həll olunduğunu misal üçün. O insan gəlir sizə və siz də o insana bunu izah edirsiniz. Sizə qulaq asır sona qədər. Sizə qulaq asandan sonra tam %100 inanmır. Gedir müdürünüzdən də bir də soruşur ki, bunu mənə bu cür dedi. Bir dənə də sən izah eləyə bilərsən. Bu doğrudan da belədir. Sadəcə olaraq, yəni belə deyim, mən bir alman olsaydım və eyni cümlələrlə eyni şeyi izah eləmiş olsaydım, mənə inanacaqdı. Amma mənim adım Bəhlul Vəliyev olduğu üçün mənə o mövzuda inanmamağı seçir sadəcə olaraq. Yəni yenə deyirəm, bu hər kəsə aid deyil. Təbii ki, yəni çox yaxşı insanlar da var. Hal-hazırda işlədiyim kolleqalarım da, yəni olduğum şöbədəkilər çox yaxşı insanlardır. Yəni bu mövzuda heç bir problem yaşamıram, amma indiyə qədər görüb yaşadığım ətrafımda insanların yaşadıkları şeylərdən biridir bu. Ki mənim özüm də az əvvəl nümunə verdim, bu cür şeylər də yaşayıram. Amma yəni bu dəqiqə öz olduğum şöbə belə olmasa da başqa yerlərdə, başqa şöbələrlə işləyəndə və s. bu cür şeylərlə qarşılaşa bilirəm yenə də. Və yaxud da ki, bu sənə inanmamaq söhbəti burada da ortaya çıxır ki, misal üçün sizə qarşı kimsə nəsə bir xoş olmayan bir şey eləyir və yaxud da ki, sizə haqsız yerə bağırır, qışqırır və yaxud da ki, bir mövzu olub və qarşınızdakı insan 100% haqsızdır və siz haqlısınız və bunu bilirsiniz və bu şikayət olunmalı bir şeydir. Gedib birinə şikayət edirsiniz və qarşınızdakı alman siz bunu deyəndə bəzən başlayır o bir insanı, haqsız olan insanı müdafiə eləməyə. Necə müdafiə eləməyə? Qayıdır deyir ki, ola bilər ki, sən düzgün başa düşməyibsən. Burada gəlir ki, güya ki, sən xaricisən. Ola bilər ki, o düzgün ifadə edib, sən düzgün başa düşməyibsən. Yəni burada alman axmaq ola bilməz, sən amma axmaqsan bəlkə də. Yəni bunu bu cür, yəni mən buradan bu cür çıxardıram ki, yəni sən mənə axmaq kimi baxırsan ki, sən bəlkə düzgün başa düşməyibsən və yaxud da ki, başqa cür deyirlər ki, ola bilər ki, onun xarakteri bu cürdür, o bu cür izah edib, sən səhv başa düşübsən. Və yaxud da ki, deyirlər ki, o orada onu demək istəməyib. Onun xarakteri fərqli. Qardaş, məni əlaqələndirmiş, mənə heç bir bunun istisi soyuğu yoxdur ki, onun necə xarakter olduğu. Bu şeydə mən haqlıyam və o insanın buna görə cəza verilməlidir. Yəni necə, yəni iş yerində bu cür şey olmamalıdırsa, o insan gəlib mənə bunu da deyə bilməz. Yəni təbii ki, bu cür şeyləri mən əvvəl Almaniyaya tezə gələndə çox üstünə gedə bilmirdim. Dil səviyyəm nə qədər də öyrənib gəlsəm də, insan özünü yeni düşdüyü yerdə çox ifadə eləyə bilmir. Amma illər keçdikcə insan artıq biraz bu mövzuda da belə deyim, ustalaşır, pro olursan və indi belə bir şey olduğunda deyirəm ki, yox, səhv deyirsən. Mən çox gözəl başa düşmüşəm onun dediyini. Əgər sən bu problemi həll edə bilməyəcəksən, mən sənin üstünə gedəcəm. Sənin üstündəki adama, o adamı da həm səni şikayət edəcəm, həm onu şikayət edəcəm. Ya bu mövzuda bir iş görməlisən və mənə nəticəsini deməlisən, ya da ki, bu heç kəs üçün yaxşı olmayacaq. İçi sən qarışıq. Yəni bir yerdən sonra insan artıq belə deyim, bu mövzuların içində ola-ola pişir və artıq özünü tuta bilmirsən bəzi mövzularda. Açıq-açıq deyirsən, sadəcə olaraq
belə mövzularda çox düzgün davranmaq lazımdır ki, etik danışmaq lazımdır ki, qarşınızdakı insan öz etikini pozsa da, öz ağzını pozsa da düzgün danışıb qanunların olduğu bir ölkədəyik. Burada sizin dediyiniz, elədiyiniz hər hansısa bir kiçik hərəkət tamamilə sizə qarşı istifadə oluna bilər. Qarşınızdakı insan sizə 5 qatını belə eləmiş olsa, siz bir dənə bir şey demiş olsanız, onu sizə qarşı istifadə edə biləcək insanlar var. Bu cür şeylərdə həqiqətən də diqqətli olmaq lazımdır və özünüzü düzgün ifadə etməyə çalışmalısınız və hər şeyi qanunla düzgün bir şəkildə həll etməyə çalışmalısınız. Adam tapın və yaxud da ki, dava yoluna gedim, söyüş yoluna gedim, yəni bu cür şeylər düzgün deyil. Bu heç bir ölkədə düzgün deyil. Azərbaycanda da düzgün deyil. Bunun heç hər bir şəkildə buna qarşıyam, amma Almaniyada, yəni bəzi insanlar Azərbaycanda bu cür şeyə öyrəşmiş ola bilər. Gəl bir dənə söhbət edək, amma burada bu cür şeylər keçərli deyil. Düzgün bir şəkildə qanun var, qayda var. O qanunlarda istifadə edərək düzgün bir şəkildə haqqını tələb etməlisən. Çünki haqqını tələb edəndə bu haqqı tapa bilirsən. Və ya bundan əlavə olaraq belə bir şey də var ki, misal üçün 2 nəfər durub bir iş yerində, misal üçün biri xaricidir və biri almandır. Gəlib o şeyi sizə soruşmaq yerinə o bir almandan soruşurlar və yaxud da ki, bir dənə siz varsınız orada, bir alman yoxdur orada və gəlib başqa bir insan axtarır. Sizin dediyinizə güvənmir və yaxud da ki, sizə deyəcəyini sizin başa düşməyəcəyinizi düşünür. Yəni bunu heç yoxlamır belə və yaxud da ki, mən bunu bir çox yerlərdə görmüşəm. Bəzən xarici dildə danışıram deyə yanımdakı insanlar, yanımda Azərbaycanlı da olur, türk də olur. Yəni bir çox insan olur da, yəni alman da olur bəzən yanımda. Bəzən ingilis dilli bir insan da olur. Yəni fərqli bir dildə danışırsan və yanında məsəl üçün bir mağazada nümunə verim. Xarici dildə danışdığın üçün bir alman sənin alman dilində belə kommunikasiya qurmaq istəmir. Misal üçün buna necə bir nümunə verim. Əlinlə səni itələməyə çalışır ki, yol ver. Misal üçün deyə bilər ki, mənə yol ver də, yəni bunu almanca çox rahat bir şəkildə, çox bəsit bir şəkildə deyə bilər. Amma demək yerinə əlinlə belə şey eləməyə çalışır, belə bir yandan çəkib keçməyə çalışır. Səni narahat eləyərək keçir əslində. Yəni sənə sürtünür, dəyir. Yəni bu cür eləyən insanlar var. Bu cür şeyi mən açığı çox Almaniyanın hər yerində deyil, əsasən sırf bu nümunəni yaşadığım bölgədə görmüşəm. Yəni Türingen əyalətində yaşayıram. Bu tərəflərdə biraz görmüşəm bunu. O da ki, hər kəs eləmir dediyim kimi. Amma bəzən görürəm bu cür şeylər edir. Xüsusən də orta yaşlı və yaxud da ki, yaşlı insanlarda bu cür şeyi görürəm. Bəzən cavanlar olur ki, bəziləri ingilis dili bilir. Onlar xarici dildə danışdığınızı görəndə bəziləri elə bilir ki, turistsiz, bəziləri elə bilir ki, dili bilmirsiniz. İngilis dilində nəsə deyir, amma ən azından özünü ifadə eləyir. Amma bəziləri ümumiyyətlə sizlə kommunikasiya qurmaq istəmir xarici dildə, sizdən hər hansısa bir şey eşitdiyi üçün. Yəni bu da təbii ki, yəni xoş bir şey deyil. Və yaxud da ki, restoranda işləyəndə mənim özüm əvvəllər McDonald's-da işləyəndə orada belə bir şeylə qarşılaşdığım olurdu ki, qarşıda durmusunuz, alman dili də bilirəm, danışıram, hər kəsi də, bütün müştəriləri də yola verə bilirəm və bir insan gəlir və deyir ki, bir dənə problemi var, problemini izah eləmək istəyir. Deyirəm, buyurun. Deyir, başqası varmı? Deyirəm, başqası nə? Sizcə mən sizə izah eləyim də, nə probleminiz var? Yox, müdürünüz buradadırmı? Müdürə izah eləyim. Ki, müdürün də alman olacağını düşündüyü üçün deyirəm. Yəni müdür də bir xarici gəlsə, yəni ona da güvənməyəcək, yenə bir alman axtaracaq. Çünki bunun əslində belə bir nümunə də qarşılaşmışam. Bir dəfə bir müdürümüz Alban idi. Yəni Alban idi, yox, Kosovalı idi, səhv eləmirəmsə, Kosovalı idi. O gələndə ona da eyni reaksiyanı vermişdi və həmin adam təbii ki, onun verdiğim ağzının payını verdi və göndərdi. Yəni başqa bir insan təbii ki, çağırmadı. Sən kimsən ki, yəni bu cür şey edirsən, bu cür reaksiya versən, yəni sən belə bir haqqın yoxdur ümumiyyətlə. Yəni bu cür şeylər də olur. Bu az əvvəl verdiyim iş nümunəsindən əslində aşağı-yuxarı eyni şeydir. Sən dediyi və güvənməyib başqasına şeylər nədir? Sən xarici olduğun üçün. Bir də burada bilmirəm bunu ilksilik olaraq demək olarmı? Dəqiq bilmirəm. Buna siz qərar verin. Belə bir şey də olur ki, əgər dili çox yaxşı bilmirsinizsə, burada artıq əslində insani keyfiyyətlər üzə çıxır, amma əslində ilkçi insanın da çox da insani keyfiyyətlərinin çox yüksək olacağını düşünmək biraz onsuz da ki, düzgün olmaz. Yəni dili yaxşı bilmirsinizsə, həmin insan qarşındakı insanı əzə bilir. Misal üçün, dili bilmirsiniz, yaxşı bilmirsiniz və yaxud da ki, qarşınızdakı insan sizin dili yaxşı bilmədiyinizi düşünür. Xüsusilə də bunu xidmət sektorlarında çox eləyirlər. Çox insandan eşitmişəm, çox qarşılaşmışam, özümə qarşı da çox qarşılaşmışam. Bir misal üçün sizi ən pis işlərə, heç kəsin işləmək istəmədiyi işlərə verirlər. Çünki sən özünü yaxşı ifadə edə bilmirsən və deyə bilmirsən ki, və yaxud da ki, qanunu yaxşı bilmədiyin üçün deyə bilmirsən ki, sən mənə bu işə bu qədər yazmağa hüququn yoxdur. Və yaxud da ki, misal üçün sən 85 saat işləyibsən, yazır sadəcə olaraq 83 saat. Sən bunu hesablamadığın üçün onu bilmirsən, amma oradan sənə əlavə işlədib pul qazanmış olur. Və yaxud da ki, haqqını bilmədiyin üçün sənə əlavə
əlavə saatlar yazır və yaxud da ki, həftə sonları səni çox işlədir ki, bir insanı həftə sonları çox işlətmək olmaz. Yəni çox işlətmək nəzərdə tutulur, bu biraz səhv başa düşülə bilər. Misal üçün ən azından 1 ya da 2 dənə həftə sonu bir insana verilməlidir, amma bəzi insanlar var ki, müdir onu sadəcə həftə sonlarına yazır. Çünki almanlar işləmək istəmir ki, hüquqları da var buna. Hər həftə çağıra bilməz, amma səni çox yaxşı bilmədiyin üçün qanunları, haqqını və dili özü ifadə edə bilmədiyin üçün gəlir sadəcə olaraq səni işə yazır, işlədir, daha çox işlədir, daha az maaş verir, saatları kəsir və sən ondan nəsə soruşanda qanunları bilmədiyin üçün əgər onun işinə gəlməyən bir şeydirsə, işinə yaramayan bir şeydirsə, qanunlar barədə yalan da danışır. Hardan biləcəksən, araşdırmırsan, dili bilmirsən, qanunları bilmirsən, peşə məktəbində heç nəyi başa düşmürsən, sənə yalan danışır ki, gedib o qanundan istifadə edə bilmədiyə. Buna bir nümunə verim, öz başıma gələn nümunələrdən birini. Mən təzə gəldiyim vaxt demişdim ki, müdürə, mən mini job eləmək istəyirəm. Buna haqqım varmı demişdim. İlk gəlmişəm, təzə gəlmişəm, bilmirəm də, yəni qanunlar çox normal bir şeydir. O vaxtda yəni mən video çəkmirdim Azərbaycanda olanda, yəni Almaniyada olanlar da, başqa insanlar da çəkmirdi. Bunu da heç kəs bilmirdi və Azərbaycanlılar da çox az idi. Və mənə qayıdıb demişdi ki, yox, sənin belə bir haqqın yoxdur. Sən mini job eləyə bilməzsən. Demişdim ki, amma mənim vizamda yazılıb axı. Yox, mən sənə deyirəmsə, deməli bu qanun belədir. Orada nə yazıldığının çox da bir əhəmiyyəti yoxdur demişdi. Misal üçün. Amma mən sonra öyrəndim ki, olur və daha sonrasında onun da üstündəki müdirlə danışıb, çünki onun özünlə danışanda heç bir şey həll eləmək olmurdu. Almanların dediyi Ausnutzung eləyirdi, yəni sizdən istifadə eləyirdi pis məqsədli. Daha sonrasında mən mini job eləmişdim yenə və yaxud da ki, Ausbildungu dəyişmək istəyəndə Azərbaycanlılar belə mənə deyirdi ki, Ausbildungu dəyişmək olmur. Və yaxud da ki, miqrasiya qurumuna gedəndə miqrasiya qurumundakı qadın şirkətin sahibinin yoldaşınla dost idi deyə oraya gələn işçilərə yalan məlumat verirdi. Məsəl üçün mənə demişdi ki, sən Ausbildungu dəyişə bilməzsən qanunla. Dəyişmək istəyirsənsə qayıdacaqsan ölkəyə, səni göndərəcəm ölkənə. Yəni bu cür də demişdi, səni göndərəcəm ölkənə. Dəyişə bilməzsən. Nədir? Mən orada qalım McDonald's-da işləyim deyə. Yəni bu cür şeylər eləyən insan var. Bunu istifadə edirlər. Nədir? Siz düzgün qanunu bilmirsiniz, dili bilmirsiniz, amma daha sonra dirəşirsiniz, özünüz öyrənirsiniz, onlara isbat edəndə qalırlar ortada və yaxud da ki, bunu çox irəli gedib hətta məhkəməyə verən insanlar da olur. İndi tezə gələndə insan bu cür şeylərə çox əl atmır. İstəyir ki, işləri həll olsun, amma bu cür şeylər qarşılaşa biləcəyimiz şeylərdir. Mənim özüm də çox qarşılaşmışam, başqa insanlar da ətrafımda çox qarşılaşıb. Ona görə də bu mövzularla bağlı çalışırıq ki, daimi olaraq Instagramda ya da ki, YouTube'da bu cür detallı videolar paylaşaq ki, digər insanlar ən azından biraz da olsa bilik sahibi olsunlar və misal üçün bu videodan aldığı məlumatı, misal üçün sənin bu videodan aldığın məlumatı gedib başqasıyla paylaşsınlar və o insan da bu şeylər haqqında məlumatlı olsun. Ən azından bunun həlli var ki, gedib dil öyrənəcəksən və gəlib bir insana rahatlıqla öz fikrini ifadə edə biləcəksən, bunu isbat edə biləcəksən. Əlavə olaraq da Almaniyaya gələndə qəribə gələn şeylərdən biri də odur ki, bunu illər sonra mən başa düşməyə başladım açığı. Alman dilini nə qədər inkişaf elətdirirsən elətdir. Bəzi yerlərdə sən özü elə hiss edirsən ki, elə bir sən Alman dilini bilmirsən. Misal üçün, mənim olduğum əyalətdə bəzən insanlar sənə elə hiss elətdirir ki, sanki sən ümumiyyətcə Alman dilini çox bərbad bir səviyyədə bilirsən. Amma eyni dil səviyyəsində gedirsən, misal üçün qərb tərəfə və misal üçün Frankfurt olsun, nümunə olaraq Köln olsun, və yaxud da ki, şimalda olsun, və yaxud da ki, Almaniyanın ortalarında Hannover, Hamburg olsun, şimal tərəfdə və s. yəni Berlin olsun. Bu yerlərə gələndə sənin Alman dilin nədənsə çox yaxşıymış kimi görünür. Amma niyeysə bu nisbətən kasıb əyalətlərə gəldiyimizdə sənin Alman dilin olur bərbad. Çünki sən elə hiss elətdirirlər ki, sanki sən dili çox bərbad danışırsan, Alman dilin çox yaxşı da olsa, bəzən sənin başa düşməyəcəyin kimi danışmağa çalışırlar ki, hətta mənim bir tanıdığım insan var idi. Həmin insan, yəni 4-5 nəfəri bir kollektivik, həmin insan mənlə danışanda niyəsə danışığı sürətlənir, başa düşməyəcəyim sözlərdən istifadə etməyə çalışır, biraz sərt danışmağa çalışır, başqasıyla danışanda o cür danışmır və ortaq bir şey olanda, mən nəyisə soruşanda, nəyisə eşitməyəndə deyəndə ki, necə, nəyi dedin? Bu insan mənə cavab vermək istəmir və yaxud da ki, məni ignorlayır. Bizim bu cür şeylər də çox görmüşəm. Bu 1 deyil, 5 deyil, yəni bu cür insanlar olur. Bəzən bu insanla danışırsan, bəzən isə ümumiyyətcə əlaqəni kəsirsən. Mən demək olar ki, əlaqəmi kəsmişəm o insandan, amma yəni bu cürdə qarşılaşdığım insan olub. Yəni bu açığı çox narahat eləyəcək bir şeydir insanı. Yəni fikirləşin ki, bir yerə gedirsiniz, işləyirsiniz və yaxud da bir insanla kommunikasiya qurursunuz. Diliniz çox yaxşıdır və digər bir yerə gedirsiniz, eyni mövzuda danışırsınız və özünüzü çox bərbad hiss edirsiniz dil mövzusunda. Sanki Alman dilini heç öyrənməmiş kimi hiss edirsiniz. Əslində yəni bu sadəcə olaraq Almaniyanın bölgəsindən bölgəsinə dəyişir. Yəni Almaniyanın fərqli bölgəsinə gedəndə, yəni mən özümü bu cür hiss eləmirəm. Yəni açığı burada da çox bu cür hiss eləmirəm. Yəni belə deyim, mən Alman dilində təhsil aldım, dokumentasiya yazdım, akademik dildə yazılı imtahan verdim. Yəni qarşımdakı insan danışanda yəni rahatlıqla onu başa düşürəm. Özümü çox yaxşı bir şəkildə ifadə etməyə çalışıram bir çox vaxt və hələ də
də bunun üzərində çalışıram, dilimi inkişaf elətdirirəm. Mükəmməl dil biliyinə sahib deyiləm təbii ki, amma yəni davamlı olaraq inkişaf elətdirirəm. Mükəmməl dil biliyi bilməyə də ehtiyac yoxdur onsuz da. Çünki almanların özləri belə mükəmməl öz dillərini bilmir. Bu da Almaniyada olan bölgədən bölgəyə dəyişən dil səviyyəsinin belə deyim uyuşmazlığı deyə bilərik bəlkə də bilmirəm. Mənə bir növ belə görünür. Bu arada dostlar, videonu sonlandırmamışdan əvvəl son bir şey də demək istəyirəm ki, yəni bu hər kəsə aid deyil. Almaniyaya gələcək insanlar bunlardan demotivasiya olmasın. Bu cür şeylər biz Azərbaycanda da görə bilərik. Bu cür şeylər dünyanın hər bir yerində görə bilərik. Yəni bunları siz demotivasiya olasınız deyə demirəm. Sadəcə olaraq bilik paylaşdıqca çoxalır. Bir şeyin ancaq pozitiv tərəfini deyərək, o şeyi gözəlləşdirərək bir yerə çatmaq olmur. Gərək bir şeyin həm pozitiv, həm negativ tərəfini biləsiniz ki, düzgün qərar verə biləsiniz bir addım atanda və yaxud da ki, bu şeyə hazırlıqlı olasınız. Hər kəs bir şəkildə özünə yeni bir həyat qurmağa çalışır və yaxud da ki, olduğu yeri buraxıb gəlir, çox çətinliklər yaşayır. Bu çətinlikləri yaşayarkən ən azından məlumatlı olmaq bir addım da olsa ən azından sizi qabağa aparır. Mənim də əsas məqsədim odur ki, elə bu yolda ən azından bir addım da olsa sizi qabağa çəkə bilim. Təbii ki, əlavə suallarınız varsa bu və yaxud da ki, başqa mövzuda kommentlərdə yazıb soruşa bilərsiniz. Vaxtım olduqca hər kəsə cavab verməyə çalışıram. Təbii ki, hər kəsə cavab vermək də mümkün deyil, amma bacardığım qədər ən azından DM-də olmasa da kommentlərin çoxuna cavab verməyə çalışıram ki, ən azından bir nəfərə cavab verəndə başqa bir 5 nəfər də 10 nəfər də o kommenti görür, oradan cavab almış olur. Sualı birbaşa mənə vermiş olmasa da. Çünki eyni şeyi təkrarlayaraq hər kəsə eyni şeyi yazmaq çox çətindir. Əlavə olaraq konsultasiya almaq istəyən insanlar varsa, əgər bir çox sualı varsa və konsultasiya alıb suallarını üzbəüz vermək istəyirsə, maillə və yaxud da ki, Instagram üzərindən də yazıb görüş götürə bilərsiniz. Bu da mümkündür. Və videonu bitirməmişdən əvvəl dostlar, dediklərim hər kəsə aid deyil. Çox yaxşı insanlar var, çox dəstək olan insanlar var. Bu prosesdə qarşıma çıxan yaxşı insanların haqqını heç vaxt itirmək istəmərəm. Qarşıma həddən çox yaxşı insanlar çıxıb, almanlar da çıxıb, xaricilər də çıxıb, Azərbaycanlılar da çıxıb. Azərbaycanlıların içində də hətta yaxşısı pisi çıxır. Yəni hər bir millətin içində yaxşı da var, pis də var. Pis bir şeyi eşidib bütün hər kəsə aid eləmək doğru olmaz. Az əvvəl də dediyim kimi bunlar sadəcə olaraq qarşılaşdığım şeylərdir, amma hər kəsin elədiyi şeylər deyil. Bəziləri bilərək eləyir, bəziləri bilmədən eləyir, amma ən azından gözümüzün açıq olmağı, bəzi şeyləri bilməyimiz, hazır cavab olmağımız bizi bir addım, iki addım qabağa aparacaq şeylərdən biridir. Hətta mənim hal-hazırda işlədiyim yerdə dediyim kimi şöbəmdəki insanlar, yəni çox yaxşı insanlar, çox başa düşən insanlardır və bizim olduğumuz timdə də məndən başqa da xaricilər var. Çox da yaxşı münasibət bəsləyirlər xaricilərə olduğum şöbədə. Yəni bu cür problemi olduğum şöbədə ən azından işlədiyim yerdə yaşamıram mən. Amma bu günə qədər yaşadığım, ətrafında yaşadığım insanların da təcrübəsini sizlə paylaşmaq istədim bu gün. Son olaraq isə dostlar, mən biliyin paylaşdıqca çoxaldığına inanan bir insanam. Ona görə də bu biliklərin hamısını bu öyrəndiyim, bildiyim, təcrübə etdiyim hər şeyi sizinlə paylaşmağa çalışıram. Bu müddət ərzində təbii ki, bunları sizinlə paylaşarkən ən azından bu videonun daha çox insana çatmağı üçün çabalayıram. Buna görə də ən azından mənə dəstək olmaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və komment yazmağı yaddan çıxartmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.